Bismillahirrahmanirrahim. Mehriban və bağışlayan Allahın adı ilə və yadı ilə. Siz əziz yoldaşlara, sirdaşlara, ərdəmli təqibçilərə salam ərz edirəm. 8 novembri Azərbaycanın zəfər gününü bütün şəhidlərə, bütün türk müsəlman dünyasına mən təbrik deyirəm. Əzizlər, biz keçmiş həftədə Telegramda yazdığımız bəhslərdən xülasəsini istəyirəm sizə təqdim edəm. Bilirsiniz, biz milli düşüncədən danışırdıq. Bilirsiniz, milli düşüncəyə milli məktəb lazım idi. Milli məktəbin içində milli fəlsəfə, milli hikmət, milli İslam, milli elmilik, milli hökmdarlıq, milli əxlaq, milli tarix, milli irfan, milli ədəbiyyat, milli hünər, bunlar hamısı olmalıdırlar ki, bir məktəbi neynəsinlər, düzəltsinlər. Bu məktəb eləyə bilərdi ki, bizi milli düşüncəyə yönətsin. Ona görə biz keçmiş həftədə milli fəlsəfədə Farabinin düşüncəsindən danışdıq. Farabi türk müsəlmanların milli fəlsəfəsinin qurucusu olaraq bizə Mədini Fazilədən danışırdı. Mədini Fazilənin düşmənlərindən 4 sahədə, cahilədə, fasiqədə, zallədə, mütəbəddilədə onlardan danışırdı. Sonralıqda gəlirdi cahiləni 6 yerə bölürdü. Deyirdi ki, cahilədə demək olar zəruriyyə var, nəzzalə var, xəssasə var, əl-kəramiyyə var, təqlibiyyə var, əl-cəmaiyyə var, fərqli və çeşidli toplumlardan neynirdi, danışırdı. Mədini zəruriyə nə idi? Mədini zəruri o Mədinə idi ki, təhcə yemək içməyinə fikirləşirdi. Yəni, qarından əlavə ayrı bir şeyə düşünmürdü. Mədini nəzzalə nə idi? Mədini nəzzalə bir dərəcə gəlirdi üstə, eyni halda ki, yeməyə, içməyə, qarnına düşünürdü, sərvət yığmağa da düşünürdü. Bütün çalışması bu idi ki, neynəsin, sərvəti yığsın. Biz bunları yeni məktəblərlə də qarşı-qarşıya qoyub və onların eşitlərini yeni dünyada və Qərbin yeni fəlsəfəsində neynirdik, örnək görsədib və sizlərlə paylaşırdıq. Mədinə-i xəssasə demək olar, o Mədinə idi ki, onun içində epikurizm var idi. Yəni, bir cürə ləzzət vardı. Eyni halda ki, bu qarına fikirləşirdi, eyni halda ki, pula fikirləşirdi və sərvətə fikirləşirdi, bir dərəcədə buna apardı yuxarıya, bütün ləzzətləri, bütün sahələrdə təhsil eləmək üçün ona çalışırdı ki, bu cahilə Mədinəsinin bir siniflərindən, bir qismlərindən və sektorlarından olurdu. Mədinə-i Kərramiyyədən danışırdıq. Mədinə-i Kərramiyyə ya Mədinə-i Kəramiyyə ya Mədinə-i ki, kəramətidir. Bu Mədinə eyni halda ki, zəruriyyədən keçirdi, yəni ona qailliyyəti var idi. Sonralıqda sərvətə də ki, yığmasına düşünürdü, ləzzətə də düşünürdü, gəlirdi, neynirdi, bir dənə şövkət və kəramət axtarırdı. Bir dənə ad, san, bir nişan, bir fəxr axtarırdı ki, o adı da neynəsin, özünə saxlaşdırsın. Sonralıqda əlbəttə biz təqlibiyyədən və cəmaiyyədən danışacağıq. Bu, milli fəlsəfədə bizim qıssaca söhbətlərimiz oldu. Sonralıqda gəldik, türk müsəlmanların milli hikmətindən, Qutadğı bilişdən danışdıq. Niyə hikmətdən danışırdıq? Buna görə ki, deyirik, hikmət bir toplumu hakimiyyətə və həkəmiyyətə yönəldə bilər. Yəni, bir toplum ki, onun hikməti olmasa, bu hakimiyyət qura bilənməz. Qursa da əl-ayağa əsəcəkdir. Müvəffəqiyyətlər orada qazananmayacaqdır. Həkəmiyyət ya qəzavətdə də, yargılamaqda da bunun əl-ayağı neynəyəcəkdir, əsəcəkdir. Ona görə o türkü məsəl var idi ki, dədə-babalarımız o hikməti yaymışdılar. Deyirlər ki, ipin ucunu keçiyə versən, çəkər uçuruma. Yəni, idarəçiliyi keçiyin əlinə versən, səni aparacaqdır bir uçuruma, səni bir quyuya neynəyəcəkdir, salacaqdır. Ona görə biz Qutadğı bilişdə baxdıq, gördük ki, burada nə mənədir?
hikmətləri vardır ki, sən necə eləyə bilərsən, yaşayasan, necə eləyə bilərsən, adabi və əxlaqi neynəyəsən, yaşayasan. Orada Qutadğubilik Allahın həmd və sənası ilə başlayırdı. Deyirdi ki, qadir-i yeganə olan Tanrı hamıdan üstün, ona çoxlu həmd və şükürlər olsun. Hökmdarın xalq üzərində haqqı olduğu kimi, xalqın da onun üzərində eyni dərəcədə haqqı vardır. Rəiyyət onun hüququnu qəbul etməli, hökmdar da rəiyyətin malını, canını qorumalıdır. Bu iki hikmət ki, demək olar bir qarşılıqlı hüquq hakim ilə rəiyyətin arasındadır, 1000 il bundan öncə Qutadğubilikdə gəlibdir. Keçək bundan ki, qərb dünyasında onlar haqq qavramının kəşfini özlərinə yazırlar, özlərinə sayırlar, biz onu neynirik? Tənqid eləyirik. Sonralıqda gəldik biz milli İslamdan, yəni türk düşüncəsindən qaynaqlanan İslamdan danışdıq. Dedik ki, bu İslam şuubi İslamdan fərqli bir İslamdır. Axı indi İslam dünyası İslamın təhcə qurtuluşunu Türkiyədə görür. Niyə? Modern xilafət, türkü İslami xilafətin olmamağı, türk dünyasının atomi bomb olmamağı milli məsihiyyətin qabağında bizi bir... Yaddan çıxatmırıq ki, Mevlana demişdi ki, İncihan cəng əst, kolçon bengəri. Bu aləmdə dərin savaşlar gedir. Savaş məsihiyyət ilə İslam arasında olan savaşdır gedir. O əsasda necə dünyanın birinci savaşında Musil ilə Kərkukun nəftlərinə görə gəlirlər meydana, burada da çox zehnə uzaq yerləşməz ki, belə düşünək ki, Ağdənizin trilyonha metr mükəəb qazına görə bütün dünyanın gücləri yığışır ora ki, türk müsəlmanlarını, özəlliklə Türkiyəni oradan neynəsin, uzaqlaşdırsınlar. Axı Türkiyədə belə bir cürət və cəsarət var idi ki, belə bir təcəmmü, belə bir yığıncağı yaratdı. O əsasda demək olar ki, belə bir nasionalizmi ərəbi ki, qərb dünyası onu yaratdı və demək olar ərəblərin ürcəsizliyindən İsrailin yaranması bir qüddə kimin məntəqədə üzə gəldi. Siz belə buna düşünün ki, İsrail olmasaydı bu Xavərmiyanədə bu ölkələr, bu regionlar, bu bölgələr necə huzurla, əmniyyətlə, aramışla neyniyə bilərdilər, yaşaya bilərdilər. O əsasda demək olar bu ərəb nasionalizmi bir şeytani düşüncədir. Xüsusən biz baxırıq, görürük ki, Azərbaycanda da milli fəallar İslamla qarşı-qarşı durmaqda şuubiyyə ilə istər-istəməz bir süfrədə əyləşirlər. Biz nə qədər gərək sadə, bəsit düşünən olaq ki, İslami ki, bir iman olaraq, bir güc olaraq, bir strateji olaraq, bir qılınc olaraq bunu biz şuubiyyənin əlinə verib, özümüzü xəlisilah eləyib onların qabağında aciz görsədək. Halbuki İslamı ən gerçək düşünən, ən gerçək İslamı yayan tühlər olublar. O əsasda biz baxırıq, görürük ki, bu mərifət əndiş İslamı müasir zamanədə də siz bunu görə bilirsiniz. Baxırsınız, görürsünüz ki, burada Xan kəndində demək olar ki, Azərbaycan gəlir, erməni fərmandarını neyniyir? Ora qoyur. Bu, onun təsamuhlu, təsahüllu əqlaniyyətindən qaynaqlanır. Hətta demək olar gəlir, deyir ki, erməni dili də orada oxunmasına icazə verir. O ki, burada İran şəhlilər ondan heç bir ala bilənməyiblər. Biz dedik ki, biz haqqımız yoxdur məşrutiyyətə bir gözünə baxaq. Necə bizim iki cürə inqilabımız ola bilərdi? İnqilab dər, inqilab bər.
yəni eşdə olan inqilab, insanın içərisində olan inqilab. Necə deyə bilirdik ki, azadiyə, azadiyə dər, o cür ki, Isaiah Berlin ona etiqadı var idi. Deyə bilərik ki, iki cürə bizim məşrutə var idi. Bir məşrutə Türkiyə hakimiyyəti idi ki, yeni dünya ilə barışmışdı, modernitəni qəbul eləmişdi. Elə Ağa Məhəmməd xandan başlayırdı ta Əhməd Şaha kimin, Abbas Mirzanın tənzimatı ilə gəlirdi qabağa. Deməli, Darüşşuraya bunlar dəstur verirdilər, məclisin düzəlməsinə bunlar dəstur verirdilər, dövləti bunlar düzəldirdilər, dünyanın yeni gedişatı ilə, barışması ilə bunlar izin verirdilər. Bu bir cürə məşrutə idi. İkincisi, məşrutə Farsiyə, Şuubiyə, Məcusiyə, Hindiyə, Səlibi idi ki, masonlar gəlirlər, məşrutəni yeni istilahlarla, təcəddüdlə, qanunla, liberté, agalité, fraternité ilə öz əllərinə keçirdib, Türk hakimiyyətini alıb, Fars hakimiyyətinə neyirdilər, verirdilər. Bu da ikinci məşrutə idi ki, əlbəttə burada türk olmaq heç kəsə fəzilət qazandırmır. Türkün əqlaniyyətini, məfkurəsini daşımaqdır ki, fəzilət qazandırır. O əqlaniyyətin içində əlbəttə etidal var, əxlaq var, təsahül var, təsamuh var, özgəlini qəbul eləmək var, dillərə özgürlük yaratmaq vardır. Bu dində ticarət, alış-veriş vardır. Bu əqlaniyyətdə demək olar dini qəbul eləmək vardır. Zalimə qarşı çıxmaq var, məzlumun arxasında dayanmaq var. Bu əqlaniyyət özünü nəqd eləyir, qəbul eləyir. Bütün medialara icazə verir ki, bunu nəqd eləsinlər. Bu əqlaniyyətdə sədaqət, vəfalıq var. Bu əqlaniyyət tədbiri bəqaya düşünür. Bu əqlaniyyət bütün dünyaya sülh, barış, huzur yayılmağına düşünür. Bunlar Türk əqlaniyyətin məfkurələridirlər. Yəni, bu əqlaniyyətə qail olanları biz Türk tanıyırıq demək olar. Sonralıqda gəldik, biz milli irfandan danışdıq. Türk müsəlmanların milli irfanı demək olar Hindi, Farsi, Kabala, Qərb irfanları ilə fərqli irfanıdır. Bu irfan nəfsin təali olmağına fikirləşirdi. Bu irfanın yanında həm qılış var idi, həm saz var idi, həm söz var idi. Bu irfanın bir dərin usturələri vardı, mitolojiləri vardı. Suya nə cür baxırdılar, toprağa nə cür baxırdılar, günəşə nə cür baxırdılar, ağaca nə cür baxırdılar. Ona görə biz gəldik bir para mitolojilərimizdən danışdıq. Alarvadından danışdıq, Umay xanımla danışdıq. Ki, bu Umay xanım neynirdi? Təhcə xeyr təcəssüm idi. Alarvadı əgər demək olsa həm şər təmsilgəri olurdu, həm xeyr, sinələrinin yekə olması, fəravanlıq, doğan xanımların, uşaqların aradan aparması şər düşüncəsini daşıyırdı. Umay xanım nə idi? Bu təhcə xeyr düşüncəsini daşıyırdı. Uşaqlar məriz olanda şamanlar gedirlər, Umay xanımı çağırırdılar. Umay xanım həmən idi ki, uşaqlar yatanda gülürdülər, onun gedirdi yanına. O gülməyi deyirlər ki, Umay xanım nədir? Buna yanaşırdı. Biz bu tərsə düşüncədən qurtulmalıyıq. Erfanda, hikmətdə, fəlsəfədə, əxlaqda, dində bütün bizə tərsə düşüncələri ki, şuubiyyə bizə sancaqlayıbdır, ondan nə mənədir? Biz qurtulmalıyıq. Bu Umay həman Humaydı gəlirdi. Bizim ədəbiyyatımızda da özünü görsədirdi. Şəhriyar ki, orada deyildi Əliyə Humayi rəhmət. Bu həman Umaydı ki, gəlirdi. Sonralıqda biz gəldik Təbriz məktəbindən danışdıq. Dedik Təbriz məktəbi bir inqilabi, inkişafi, incizabi bir məktəbdir ki, insanı içəridən təbdil və təbəddül eləməlidir. Ən örnəyi də budur ki, Şəms getdi, Mövlananı neynədi? Dəyişdirdi. Biz sonralıqda sizinlə yenə də bu xüsusda danışacağıq. Sağ olasınız.